Son günlər Uqandada şimpanzelər arasında qeydə alınan aqressiv toqquşmalar yeni bir sualı gündəmə gətirib. Heyvanlar doğrudan da planlı şəkildə müharibə aparır, yoxsa biz onların davranışını insan məntiqi ilə şişirdirik? Bu sual yeni deyil. Oxşar müzakirələr 1930-cu illərdə Türkiyədə baş verdiyi deyilən məşhur leyləklər və qartallar qarşıdurması ilə bağlı da ortaya çıxmışdı. Həmin dövrdə Bursa və Aydın ətrafında iri quş sürülərinin toqquşması ilə bağlı müşahidələr yayılmışdı. Bu hadisələr əsasən qartallar və leyləklər arasında baş verən qarşılıqlı davranışlarla əlaqələndirilirdi. Əslində isə burada qeyri-adi və strateji müharibə səviyyəsində bir şey yox idi. Qartalların leylək yuvalarına hücumu tam təbii davranışdı. Belə hallarda leyləklər bəzən birləşərək müdafiə reaksiyası verir və bu zaman havada qarışıq, qısa müddətli toqquşmalar baş verir. Digər tərəfdən leyləklərin böyük sürülər halında toplanması da çox vaxt səhv başa düşülür. Bu planlı hücum yox, ya köç, ya da təhlükəyə instinktiv cavabdır. Məsələ burasındadır ki, həm o dövrdə, həm də indi insanlar bu cür hadisələri müharibə kimi adlandırmağa meyllidir. Halbuki reallıq daha sadədir. Bu, instinkt, qida zənciri və sağ qalma davranışının nəticəsidir. Nəinki planlı və təşkil olunmuş savaş.